Siqaret çəkirsən, ata bilmirsən, təmiz havadan həzz ala bilmirsən, yoxsa çıxanda bez hərəkət eləyəndə təngnəfəs olursan, gəl sıxa, diqqətlə qulaq asan, yaxşı xəbərim var. Şifa gəldi Azərbaycana. Sual verərsən ki, Əturxa, şifa nədir? Şifa şəfadır can. Deyərsən, yaxşı, siqaret atmaq istəyirəmsə, siqaret atmaq olar. Bəli, olar, amma təbii ki, bu siqaret deyil. Bu, hindi kökünün qurudulmuş versiyasıdır. Əksinə zərər yox, bədənə xeyirdir. Necə xeyirdir? Stresi azaldır, əsəbləri sakitləşdirir. Asmaya, bronxlara çox xeyirdir. Miqrenə çox böyük xeyri var, qan dövranını yaxşılaşdırır. Yəni, tamamilə bədənə xeyirli bir şey. Antibakteriyaldır həm də ki, immunitetini qaldırır. Vaspaleniya varsa bədəndə onu da hətta çıxardır. Çünki, yəni dediyim kimi, hindi kökünün qurudulmuş, üdülmüş versiyasıdır. Siqaret hansı alınıb, hətta bunu yandırsan bir otaqda, həmən otaqda ailə sakinləri üçün də bunun tüstüsü çox xeyirli, hətta baş ağrısı belə aparır. Hətta hədislə gəlib. Peyğəmbər sallallahu əleyhi və səlləm hədislə gəlib ki, hindinin tüstüsü sizə xeyirli şifadır. Əturxa, tam ona sənə rahatlıq arxan edirəm, evdə yandır, qoy. Da demirəm, mən fıs çəkinə. Yox. Bunu yandırıb qoysan evdə qəşəng, tüstüsü ilə evində abu-hava da olur gözəl. Bunun 3 dənə versiyası var. Nanəli, miyyətə və sadə. Sən də al və sağlam olacaksın.